Bəzilərin bildiyiniz kimi ayın 18-i Azərbaycan Dövlət Filarmoniyasında Gəncədə bizim konsertimiz olacaq. Qızım Aysun'la bir yerdə canlı olaraq isti-isti və mənim qonağım, mənim canım, təşəkkür edərəm. Ben Velizar, lakabım Velizar. Orada da olacaq inşallah Gəncədə ayın 18-i. Və Rəqsanə, ilk öncədən demək istəyirəm ki, Allah Səidə Bəkir qızının ölənlərinə rəhmət eləsin. Yəqin ki, bilirsən nədən söhbət gedir. Qaldı ki, sən bu Velizarı yanına salıb Gəncəyə girsən konsert verməyə, bilirsən ki, sən hörmətdən düşmüsən. Ona görə də o Velizarı sevənlər, hansı ki Velizarla onlarda mən fərq qoymuram. Ona dəstək olanlar var, ha, istər qadın, istər kişi. Mən onlarla Velizarda fərq qoymuram. Kim ki ona dəstək olur. Sən gedib onun yanına salıb konsert verməsən, özü də harda? Gəncədə, qeyrətli Gəncəlilərin məkanında Gəncədə konsert vermək istəyirsən. Mən inanmıram ki, qeyrətli Gəncəli sənin konsertinə Velizara görə gələr. Bəlkə də sənin səsinə görə, bəlkə də nə vaxtsa sevib, nə vaxtsa sənin səsinin, mahnıların xoşuna gəlib, hansı ki vaxtilə mən də sənə böyük hörmətim var idi. Ancaq bu hərəkətinlə sən Gəncəyə qədəm qoyub, orada konsert verməzsənsə, Velizarı əlində prim tutub, yəni o cəmaatı başına yığmaq istənsə, səhv edirsən. Mən inanmıram ki, yenə deyirəm, qeyrətli Gəncəli Velizara görə gələr. Buradan da qeyrətli Gəncə əhlini salamlayıram və səslənirəm. Siz o Gəncəlilərsiniz ki, Funtik adlı bir ləkəni üstünüzdən götürmüsünüz. Ona görə də mən inanmıram ki, Velizara görə siz o konsertə gedəsiniz. Allah xalqımın qeyrətlilərini qorusun. Allah xalqımın kişilərə dəyər verən qadınlarını, bir də əsl qadınlara dəyər verən kişiləri qorusun. Var olun Azərbaycan xalqı, Allah dövlətimizi, xalqımızı qorusun.